Müharibədən danışmışkən, müharibədən, şəhidlikdən danışmışkən, sizin ən tanınmış əsərlərinizdən biri də bizim qəhrəmanımız, milli qəhrəmanımız, General Polad Həşimova həsr elədiyiniz Polad Necə Bərkidir romanı. Bu hardan başladı? Bunu belə bir roman yazmaq istəyi hardan başladı? Generalla bağlı, general şəhid oldu. Ondan sonra çoxlu yazılar çıxdı, müsahibələr çıxdı, çoxlu fikirlər və məsələn məni onunla bağlı kitab yazmağa sövq edən onun hərbi tərəfi deyildi. O bir hərbçi olduğu üçün deyildi. Bəlkə də sırf hərbçi kimi o parıldasaydı təkcə, bəlkə də bu roman yazılmazdı. Bir şəxsiyyət kimi parıldadı. Biz gördük ki, bu bütün bir şəxsiyyətdir. Orada bir yazı var, bir güllə də bahar olar. Bizə deyirlər, axı bir günlə bahar olmaz, yaxud tək əldən səs çıxmaz. Tarixdə elə şəxsiyyətlər çıxır ortaya ki, sən deyirsən bir günlə bahar olmaz, çıxır deyir ki, niyə olmaz? Şəhid mübariz bir günlə bahar yaratmadı mı? Yaratdı da, tək gül idi, amma yaratdı. General Polad Həşimov tək idi, amma yaratdı da. Yəni, bu şəxsiyyətlər bu realı, o tərəfi ilə mənim çox diqqətimi çəkdi ki, bu adam belə, bu adam əskərlərindən belə, bu adam və s. çox şeylər düşündüm ki, bununla bağlı yazmaq lazımdır və necə oldu, necə olur axı? Əsas sualım bu idi. Polad necə bəlkidir də budur da. Belə bir reallıqda, belə bir şəxsiyyət necə olur, yetişə bilir? Əslində o nüvəni başladım axtarmağa. Kimdir, necə olur? Bəzi şeylər tapdım. O kök çox mühümdür də. Generalda da mən onu axtardım ki, bu kimlərdəndir? Nə var bunun kökündə? Hansıdır ki? Getdim, çıxdım, gördüm ki, hə, babasının adı Mikail olub, babası böyüdü, babası Quran əhli olub, mənəviyyatda adam olub və bəzi söhbətləri var ki, məsələn, babasından bağlı həmişə ova gedərdi, ovçuluq eləyərdi, gələrdi. Bizim evdəki ov məhsulları iki hissəyə bölünərdi. Bir özümüz üçün filansı, bir də ehtiyaclı insanlar üçündür. Biz bunu görmüşük, böyümüşük, belə şeyləri. Babası ərəb dilini bilirmiş, Quran oxuyurmuş və s. və s. Yəni, kökdə bir halal tikən mütləq var da. Yəni, bu hardan belə oldu? Məsələn, biz mənəviyyatda adamlar görəndə ki, hə, indi insanlar gəlirlər, gedirlər, belə mənəvi söhbətlərə əhəmiyyət verirlər. Bilirsən ki, bunun nüvəsi, kökü hardasa qoyulub uşaqlıqda. Hansısa məscidə mi gedib, hansısa bir ağsaqqal mı görüb filan. Mütləq o kökü var da. Bu şey sövq elətdirdi ki, bunu araşdırım, dərindən görüm, necə oldu axı, bu necə mümkündür? Əslində bir sual idi, mənim özümə də bir maraqlı idi. Polad Necə Bərkidir kitabı, əslində bir belə adda kitab var, Rusiyalı yazısı var, Astrovski, onun bir romanı var, roman da orada bədii əsərdir. Yenə burada bir alternativ göstərmədir də, yəni orada da onun bərkimə prosesini göstərir. Karşaginin, onun obraz, müəllifi, baş qəhrəman oldu Karşagin. O necə olub, necə əziyyətlərdən keçib və s. O onu göstərir. Mən də alternativ olaraq bizim, yəni Polad necə olub da, hansı yollardan keçib, necə olub, necə şuurlu formada bu prosesin içinə cəlb olunub. Yəni, oradan yarandı. Yəni generalla bağlı yazının ideyası oradan gəldi. Sonra bəlkə də heç kitab düşünmürdüm. Sadəcə bəzi təhlillər eləmək istəyirdim. Sadəcə dərin, o qədər dərin şəxsiyyətdir. Adam o qədər dərindir. Gördüm ki, elə bilirsiniz necədir? Bir insanla bağlı nə qədər yazı yazmaq olar da, tanımadığım bir insanla bağlı bir kitab halına gətirib çıxartmaq. Yəni, böyle bir roman deyil də. Və yazdıqca gördüm ki, hə, yox, burada çox böyük mətləblər var, yazıla bilər və bu maraqlı bir örnək ola bilər hamı üçün. Bu formada yavaş-yavaş yazıldı, formalaşdı və 63 dənə yazı oldu. Yəni, generalla bağlı belə oldu. Yəni, o iradəvi deyil idi əslində seçim. Hər jurnalist var, yazısı Fərid Hüseyn var, jurnalist, dəyərli ədəbiyyatçıdır. O, insanlar elə hər şeyi bir yerə dürtməyə çalışırlar axı. Yəni, məsələn, mən elə şeylərə çox əhəmiyyət vermirəm də, rəqəm filan belə. Anam üçün romanında, romanda anam üçün, orada oğlan and içir ki, mən filan işi anam üçün eləyəcəm və sözünü tutur. Yəni, motiv bunun üstündə qurulub. Oğlanın adı nə olsa yaxşıdır? Binyamin. Romanın müzakirəsidir
tənqidçi ədəbiyyatçılar Əsəd Cahangir. Əsəd Cahangir çıxış edir orada, deyir ki, mən heyrətə gəldim, qibtə elədim, İlqar müəllimin seçiminə baxın. Binyamin andının oğlu deməkdir. Bin yəmin, yəmin antdır, bin o falan filan. Bu antdan söhbət gedir, roman ad seçiminə bax filan. Mən utandım da, yəni mən o kafa ilə seçməməyə həqiqətən bu addan xoşum gəlir, qoymuşam da. Yazdım Əsəd müəllim belə-belə. Valla siz belə-belə şey dediniz filan. Ancaq ki, mənim o qəsdim olmayıbdı, amma çox xoşuma gəldi sizin falan. Dedi, yox, sən şuuraltı ilə təhtən şuur orada boynuma qoydu ki, elə-belə olmayıbdı, o seçim filan. Görsən, bəzən beləncə nəsə tapırlar, sənin heç özünün xəbərin yoxdur. Mesela 63 ilə bağlı Fərid sual vermişdik, yəni niyə məhz 63 bu peyğəmbəranə bir yaşa işarədir, nə bu filan. Belə şeylər tapırlar, amma elə